Salam dəyərli müəllimlər, hər vaxtınız xeyir olsun. Bugünkü mövzumuz çərçivə sənədinə yeni əlavə olunmuş pozitiv intizam və bərpedici yanaşma mövzusudur. Əslində adından göründüyü kimi həm pozitiv mühit, yəni pozitiv intizam dedikdə burada münasibətlərin pozitiv şəkildə qurulması, davranışların pozitiv şəkildə idarə edilməsi, bərpedici yanaşma isə mühitin necə deyək, dəymiş zərərlərin aradan qaldırılması, bərpa edilməsi nəzərdə tutulur. Bu nəzəriyyədə biz uşaqların davranışlarını cəzaya əsasən yox, hörmət və məsuliyyət, əməkdaşlıq prinsipləri üzərində qururuq. Yəni tərəflər daim bir-birinə hörmət etməli, məsuliyyətlərini dərk etməli və daim əməkdaşlıq etməyi bacarmalıdırlar. Biz burada öyrənmə və inkişaf üçün şagirdin davranışlarını fürsətə çeviririk. Necə yəni fürsətə çeviririk? Əgər şagird hər hansısa bir davranış sərgiləyibsə, biz bu davranışa cəza verib dayandırmaq əvəzinə burada necə fürsətli şəkildə istifadə edə bilərik? Şagirdə bu davranışdan nəyi öyrədə bilərik, nəyi qazandıra bilərik? O nəzərdə tutulur. Uzunmüddətli əgər şagirdlərin davranışında uzunmüddətli davranış dəyişikliyi olarsa, biz bunu qorxu yolu ilə yox, motivasiya üzərində və anlama üzərində qurmalıyıq. Burada müəllim özünə sual verir ki, bu davranış niyə oldu? Yəni şagirdlər arasında məsələn şagird bu davranışı niyə sərgilədi? Şagirdin bu hansı ehtiyacını ödəyir və mən bunu necə fürsətə çevirə bilərəm? Tutaq ki, uşaq dərsi dinləmir, dərsə qulaq asmır və biz bu zaman nə edirik? Həmin uşaqların fərdi söhbət aparıb bunun arxasında duran səbəbi müəyyənləşdirməyə çalışırıq. Tutaq ki, səbəbi müəyyənləşdirdik ki, davranış pozuntusunun əsas səbəbi uşağın dərsin şagirdin maraq və meyillərinə uyğun olmamasıdır. Və biz bunu avtomatik fürsətə çeviririk, şagird üçün məsuliyyətli qərar vermə bacarığı formalaşdırırıq və daha sonra dərsi onun istəklərinə uyğun quraraq daha çox dərsə meyil etməsini tənzimləyirik. Pozitiv intizamın əsas yanaşması bunlardır ki, biz burada uşağın davranışının arxasında duran məqsədi bilməyik, ehtiyacları anlamağa çalışmalıyıq. Əgər eyni sosial intizam modelindəki kimi, əgər uşaq hər hansısa bir davranışı bizə sərgiləyirsə, biz bu davranışın arxasında duran mənanı bilməliyik ki, uşaq bunu nəyə görə sərgiləyir, uşaq bu davranışı niyə bizə göstərir, yəni bizə bu davranışı göstərməklə nə demək istəyir. Hörmətə əsasında münasibət yaradırıq ki, burada bayaq da dediyim kimi qorxu ilə yox, uşağa təhqir etməklə yox, onu vurmaqla yox, qışqırmaqla yox, yəni reaktiv yanaşma ilə yox, proaktiv yanaşma ilə hörmətə əsaslanan bir mühit yaratmalıyıq. Üçüncüsü isə uşağı qərarlarının nəticəsini anlamağa və məsuliyyət daşımağa yönəldirik. Bu da nə deməkdir? Bayaq dediyim kimi situasiyada uşaqla bir yerdə müəllim qərar verdi ki, dərsi onun istək və maraqlarına uyğun qururuq, meyillərinə uyğun qururuq və onu məsuliyyət daşımağa yönəldirik. Dördüncüsü isə davranış qaydalarını qarşılıqlı razılaşma yolu ilə əldə edirik. Hansı ki, şagird bundan sonra artıq hansı addım atmalıdır, necə davranmalıdır? Biz bunu qarşılıqlı razılaşma yolu ilə edəcəyik. Bu modeldə müəllim nəzarətçi yox, dəstək və istiqamət verən olmalıdır. Ümumiyyətlə deyirik ki, müəllim nəzarətçi dedikdə müəllim heç bir şagirdi idarə etmir də. Bilirsiniz ki, müəllim ümumi sinifin idarə edilməsi, yəni müəllim şagirdi idarə edir yanaşması yanlışdır. Deyirik ki, müəllim sinifi idarə edən tərəfdir. Və burada bu nəzəriyyə əsasən şagirddə özünü idarə etmə, məsuliyyətli qərar vermə bacarıqları formalaşır. Biz burada şagirdi öz verdiyi qərarın məsuliyyətini daşımağa, şagirdin özünü idarə etməsinə yönləndiririk. Yəni, ümumi olaraq bu intizam modelində biz müəllim əvvəlcə şagirdlərin davranışlarının səbəbini anlamağa çalışmalıdır. Şagirdin hansı ehtiyacını ödədiyini anlamağa çalışmalıdır və ən sonunda bunu necə fürsətə çevirəcəyini düşünməlidir. Bərpa edici yanaşma isə baş verən ziyan və zərərin aradan qaldırılmasıdır. Baş verən ziyan və zərər münasibətlər arasında olur ki, şagirdlərin bir-birinin qarşı münasibətlərində olan zərər və ziyanın aradan qaldırılması nəzərdə tutur. Bu yanaşmada biz günahkar axtarmırıq, yəni ki, hansı tərəf günahkardır. Biz burada problemi necə həll edəcəyimizi, necə bərpa edəcəyimizi düşünürük. Və yalnız qayda pozuntusu kimi baxmırıq biz buna. Eyni zamanda bu münasibətləri də korlamış kimi baxırıq. Və nə mənada? İndi belə bir nümunə təqdim edim ki, sizə. Tutaq ki, tənəffüs vaxtı iki uşaq dalaşıb, biri digərini vurur və biz burada günahkar axtarmaq yerinə, onları danlamaq yerinə, qışqırmaq yerinə, o vuran uşağa birini də biz vurmaq yerinə nə edirik? Sakit bir mühit yaradırıq, hər iki tərəfi dinləyirik. Biri digərinin nə hiss etdiyini anlamalıdır, yəni elə bir təqdimat aparır ki, biri digərinin nə hiss etdiyini anlayır və artıq bu münasibəti necə bərpa edəcəyimizi düşünürük ən əsas burada. Və əsas məsələ şagirdlər arasında düşünürük ki, nə baş verdi, bu baş verən hadisə hansı şagirdə necə təsir edir və bu prosesi biz necə bərpa edə bilərik. Ümumi burada əsas xüsusiyyətlər formalaşır, empatiya və dinləmə bacarıqları.
Hansı ki, həm biri digərinin yerinə özünü qoymağa bacarmalıdır, eyni zamanda dinləmədəki hər iki tərəfin dinlənilməsi nəzərdə tutulur. Bu yanaşmada fərd öz məsuliyyətini dərk etməlidir və öz məsuliyyətini öz üzərinə götürməlidir. Məsələn, bayaq dediyim kimi 2 uşaq dalaşıbsa, o vuran uşaq öz məsuliyyətini dərk etməlidir. Yeri gələrsə ondan üzr belə istəməyi bacarmalıdır. Ümumi olaraq nəticə biz baxırıq ki, hər ikisində necə anlaşırıq, nəticə vursaq, pozitiv intizam modelində biz davranışı, şagirdin göstərdiyi davranışı cəzalandırmırıq. Yəni cəzalandırıb davranışı dayandırmırıq. Əksinə, baş verən davranışı dəyişməyə çalışırıq, fürsətə çeviririk. Bərpa edici mühitdə isə cəzalandırmadan münasibətləri bərpa edirik. Yəni şagirdlərə cəza verərək, şagirdləri cəzalandırmaq əvəzinə burada münasibəti bərpa etməyə çalışırıq.